Bu aralar Türkofobiya projesi yeni bir aşamaya geçib. DNA konusu. Halbuki bu konuda bizim elimiz çox qabaqdır. Amma xalqımızın xəbərdar olmadığına görə onlar istədiklərin yeridirlər. Qabaqca haplı qruplarla deyirdilər DNA-nı. Çünki DNA testi ırğa bağlı, nicada bağlı bir şeydir və sən gərək DNA ilə göstərsən. İrani ya Gürcistani ya Yunani bunlar bunda doğru olamaz. Niye? Çünkü bu xəritə siyasi, politikal xəritələri saymaz. Bir nicad, bir ırk xəritəsidir. Baxın buna. Məsələn, İranlı əgər deyirlər, bunun kimin haplogrup xəritəsindən dil xəritəsini birləşdirsinlər. Görsətsinlər ki, məsələn, bu C2-də ki, dil Oğuz Türk dil xəritəsi ilə aynısıdır, yəni kopidir. Yəni hər yerdə Oğuz Türk var. Bu haplogrup C2 da çoxalır. Bunun kimin bir şey görsətsinlər, deyək ağa bunların özlərinə özəl bir haritası var, xəritəsi haplogrupu var və bu haplogrupda soyları bəllidir. Halbuki İranı adına bir soy yoxdur. İran C1, C2 və biraz da Hindi xəritəsindən qarışım bir xalqdır. Yəni İranı demək, Erməni demək, Erməni ırq deyil. Ya Georgiya deyirlər. Gene o da ırq deyil. Erməninin soyu çoxu türküdür. Biraz da Hindi qarışımı var. Tarix boyunda bu görsənib. Və bu xəritələri bir kənara bıraxıb, gizlədib, yəni haplogrupu görsətməyib, ülkə adı verirlər. Sən bir belə Yunanlısan, sən halbuki məsələn bir dənə Türk, Azərbaycandan ya Türkiyədən testi verir, görür ki İranlı yaz. Baba bu İranlı yazdığı da elə Türkdür. Çünki İrandan alan səmpellər çoxu Türk. Yarıdan çox Türk ırqı var orada. Yəni İranda C2 hər şeydən çoxdur. Sonra C1'dir ki, Ərəbə aiddir, Samilərə aiddir. Sonra Hindlilərə yetişir %10 filan. Və bunu görür və özün Pars diye bir şey yok. Fars diye bir xalq yoxdur. Farsın nə gələneyi var, nə musiqisi var, nə bir kələməsi var. 5 kələmə farsı tapılmır. Özləri də deyirlər ki, Fars adında bir xalq yoxdur və bu dil bizim qoşduğumuz Pitsin dildir Hindistan üçün ki, ilk şairləri də əsərləri də oradan başlayır gəlir buraya. İngilis Hindistan'da bunu qopardı, buraya taşıdı. Bu da olay. Aldanmayın. Əgər yazdı İranlı ya məsələn Yunan filan bunlar bizim ırğımızdır ki, orada görünür, o ülkə adına səbt olunub.